Bir qapı-qapı kənd sakinlərinin evlərini gəzirik. Suyumuzdur, bir də iş yerimiz yoxdur. Bax, ali təhsilli də gedib, orta təhsilli də gedib. Yəni cavan adama çox rast gəlmədik kənddə. Cavan adam var ki, gələsiz. Hamı köçüb. Birinci sinifə bir uşaq gedir. Hündürdə yerləşən mağaralardan biri də məhz buradır. Məsafə az olduğuna görə narahat hiss elədim. Mən də ilk dəfədir ki, görürəm. Onlar ərlərinə əziyyət verirlər, özləri kef eləyirlər. Bu ot antibiotiklərdən daha xeyirli və daha ağrı kəsicidir. Qır balı deyirlər buna. Salam aleyküm, yorulmayasınız. Sizdə işlər necə gedir? Əkməkdən gəlirik. Əkməkdən gəlirsiniz, nə əkirdiniz? Soğan əkirəm, pencər əkirəm. Yolumuz, hər şəraitimiz, qazımız, işığımız, hər şəraitimiz var. Su problemidir, kəndin yarısı boşalıb. Hər kəs malını da satıb, süd almağa gedirik aşağı bu çətlərdən süd alıb gətiririk. Otlaq sahələri yoxdur onda. Yoxdur, heç yoxdur. Dağda. Bizim malımıza, toyuğumuza da yazıqlar olsun. Dağda. Hamıda bu kasıblıq var. Hamı gedir Türkiyədə işləyir. Gətirir nəfərin dolandı. Yəni cavan adama çox rast gəlmədik kənddə. Cavan adam var ki, gələsiz. Yoxdur. Hamı köçüb. Prezidentimiz gözəl bir söz demişdi. Hər kənd üçün artizan quyuları qazmağa nə? Yəqin ki, fikir verən olmayıb da. Bizlər heç bura Allahın da yadından çıxan bir kənddir. Sərhəd kənddir. Əsas bura nəzarət olmalıdır. İndi hər kənddə hələm-hələm təndirə rast gəlmək olmur. Naxçıvanda təndirlər yerdən olur çox vaxt. Hərdən birinə şirin qalındı, kökə falan da. Onda qonşularla birləşirik, yapırıq axşama qədər təndirədə balıqdan, ətdən, toyuqdan sallayırıq. Oturuq burada yeyirik, içirik, axşam saat ağılırıq. Yorulmayasınız. Hə, xoş gəldiniz. Həmişə siz gələsiz. Nə iş görürsüz? Yerimizi sürdürmüşük, əkin eləyəcəyik. Nə əkəsiz? Nə istəsən, ürəyin nə istəyir? Pomidordan, xiyardan, lobiyadan. Mən uzun müddət dövlət işində işləmişəm, uzun illər. Yəni kitabxana müdiri işləmişəm. Köçüb gedənlər gedib, qalanlara Allah xeyir versin. Köçən Sağlıqlı çoxdur, canlar. xala. Əlbəttə çoxdur, çox. Əvvəl nə qədər adam var idi məsələn? Qapılarımızda 1000-dən artıq əhalisi var idi. İndi nə qədər? İndi çox azalır. Yoxdur da, iş yoxdur. Bax, ali təhsilli də gedib, orta təhsilli də gedib, təqaüd alan da gedib. Yəni dolanışığı yoxdur. İndi burada qalanlar da biraz məktəbdə işləyən, biraz idarədə işləyən, pensiya alanlar, onun sayəsində yəni oturub evində, eşiyində, gedib şəhərdə kiraya qalıb, nə ilə versin, nətər eləsin? Baxma, hər şey bahadır. Heyvan sürümüz vapşı yoxdur, o ləv olubdur. Niyə ləğv olub? Əvvəllər var idi. Bu ot məsələsi var, tədarük eləmək biraz çətin oldu, suyumuz biraz çətin oldu. Bəs eləyir əkdiklərini. Hə, bəs eləyir. Sata da bilirsiniz əkdiklərinizi. Uşaqlarıma göndərirəm. Hər şey nə desən əkirəm. Uşaqlarınız Bakıda yaşayır. Hə. Yəni buradan Bakıya Yoxsa evləniblər? Yox, evlənməyib. Can, darıxdınız. İşə görə gediblər. Yəni burada işləməyə bir şey yoxdur. Yox. siz də köməklik edirsiniz. Buradan məhsullar lazım olana göndərirsiniz. Hə, göndərik. Pəncərələrimi də çək, ha. Tərxumlar. Ay maşallah, nə qəşəng əkmisiniz. Ay xala, əvvəl bu kənddə çox adam yaşayırdı. Hə, hamısı gedib Bakıya, Türkiyəyə. Nə bilim, əvvəl çox adam var idi. Əvvəl 400, 300 təhsil alırdı. Amma indi birinci sinifə bir uşaq gedir. Gözmasını bu kənddə yaşayıram. Elə bir təsərrüfat sahələri demək olar yoxdur. Su olsa təsərrüfat sahələri var. Salam aleyküm. Bax, bu gün qılışla yığırıq. Bu düzə gözü deyirlər buna. Həm pötdürük, qoyuruq xalderika üstə yeyirik. Həm də ki, indi aparacaq, pişirib yeyəcək. da yığmışıq. Bunun altı qar olanda bizi çıxaratdı. Ya bu qurtlananda bilirik. Satırıq da, yeyirik də, payda veririk. 4-ə verirlər, 5-ə verirlər, biz 3-ə veririk məsələn. Əziyyətlidir bunlar yığmaq. Əlbəttə. İndi Allah qoysa, bir 4-5 ay biz dağlardayıq. Ələz yığacağıq, livik yığacağıq, hər şey. Çoban yastığı yığacağıq, kəlyotu yığacağıq. Kənddə həm ev işləri görmək, Hə. həm bu işləri görmək çətin olmur. Yox, biz bunlarla fəxr eləyirik. Biz əkin tikisindən çox fəxr eləyirik. Bəs necə olur? Şəhərdə qalanlar deyir biz yorulduq. Onlar gəzməyin dərdindən, onlar istirahətin dərdindən, onlar ərlərinə əziyyət verirlər, özləri kef eləyirlər. Amma biz əziyyət çəkirik, bunları yığırıq belə. Biz bunlarla nəfəs alırıq. Bəs necə çatdırırsınız? Çatdırırıq. Biz tezdən dururuq, yuxumuza aram qatırıq. Hər işimizi, ev işimizi də görürük, çöl işimizi də görürük. Neçə yaşınız var? Mənim 50. Ay maşallah. Mən 1000 metr yer əkirəm, toyuqtuza saxlayıram, mal da saxlayıram. Uşaqlarımı da oxutmuşam, maşallah, hamısı ali təhsillidir, işləyirlər. Adam bunu yeməz, bu dərmandır, bunu yeyən canlana. Bizim uşaqlığımız da elə bu dağlarda keçib, bax. Bu ot antibiotiklərdən daha xeyirli və daha ağrı kəsicidir.
Adı nədir bunun? Biz buna pürş deyirik, amma yəni kitab dilində nədir onu bilmirəm. İndi soyuq dəymə zamanında bundan istifadə eləmək olar. Soyuq dəymədə, qarın, bağırsaq, mədə bağırsaq ağrılarında, ümumiyyətcə bütün ağrılarda biz istifadə edirik. Bu dəmlənir, içilir. Aha. Dövlət buralara yol çəkib, bir çox yerlərə xidmət mərkəzi açıbdı, bir çox qayğın göstəribdi. Amma əsas məsələ işdir. İş üçün bəziləri ya başqa ölkəyə, ya da başqa şəhərlərə gedirlər. Adam gedir, İstanbulu görür, Bakını görür, Moskvanı görür. Oranı gəlib görəndən sonra burada artıq o siz dediyiniz kimi köhnəlmiş bəzi şeyləri artıq inkar edir, yaxud da qəbul eləmir, dəyişdirməyə çalışır. Bu kəndin çayçısı yoxdur. Yox, çay içmək üçün. Əvvəl çayçı var idi. Var idi, bəli. İctimai birliyimiz də var, orada fondumuz da var. Gələcəkdə bu kənd üçün bir mərasim evdə tikmək niyyətimizdəyik. Öz vəsaitiniz hesabına. Öz kəndçilərin vəsaitinin hesabınadır. Yəni bəzən biz deyirik ki, kəndlərdə müəyyən problemlər var. Təbii ki, var. Bunları da biz çəkib göstəririk, dilə gətiririk. Amma unikal eləyən yuxarı yayıcını həm də budur ki, kənd sakinləri özləri maraqlıdır ki, nələrisə düzəltsinlər, gücü bir yerə qoysunlar, nəsə bir problem varsa onu həll eləsinlər. Suyumuzdur, bir də iş yerimiz yoxdur. Çox zəifdir. Həm suyumuz zəif, həm də iş yerimiz zəifdir. Yuxarı yayıcı nə ilə məşhurdur? Yuxarıdan qozu ilə. Fərqi nədir ki o birilərdən? Buranın qozu həm yağlı olur, həm tamda olur. Kənddən 30-40 dəqiqə piyada məsafəsində yerləşən maraqlı bir yerə, Ağzı Hərəkat deyilən əraziyə gedirik, amma yol üstü şəfalı bitkilərlə də rastlaşdıq. Elə fürsət düşmüşkən bunları da toplayaq. Bu gördüyünüz deşiklərin hər biri ilan yuvalarıdır və sayları hədsiz dərəcədə çoxdur. Ümumiyyətlə, Şərurun yuxarı yayıcı kəndində yalnız zəhərli gürzələr mövcuddur və kənd sakinlərinin bildirdiyinə görə kimi ilan vurubsa, demək olar ki, həyatını itirib, yalnız anında müdaxilə olunan kimlər varsa, onlar sağ qala biliblər. Gəl bura, gəl. Yapış əlindən. Ehtiyatlı ol. Bax, belə çox maraqlı, unikal bir yerdir. Gəl bura. Bir fikir ver. Su var. Burada da duzlaşmış biz qatlar görürük. Bu hissədə insanlar inanır ki, dilək tutub 3 dəfə buradan keçə bilsələr, həmin diləkləri qəbul olacaq. İndi mən diləyimi tutdum. İnşallah ki, burada qalmaram. İndi buradan çıxmağa çalışacağam. Əslində elə də dar bir yer deyil, amma məsafə az olduğuna görə narahat hiss elədim. Hər şey qaydasındadır. Dağlıq ərazi olduğu üçün burada müxtəlif yırtıcı heyvanlara rast gəlmək olur və burada heyvan nəcisləri də var. Hansı heyvana aid olmasını təxmin eləyə bilmədim, amma çox unikal bir şey göstərmək istəyirəm sizə. Mən də ilk dəfədir ki, görürəm. Baxın, oxlu kirpinin oxu. Ümumiyyətlə bu dağlarda, bu ərazidə dediyim kimi müxtəlif yırtıcı heyvanlara rast gəlmək olur və bunlardan ən təhlükəlisi də təbii ki, oxlu kirpidir. Nə qədər kəskin olduğunu isə buradan görə bilərsiniz. Gördüyünüz bu qayalıqlarla bağlı kənd sakinləri arasında çox maraqlı bir inanc var. Bildirirlər ki, insanlar düşməndən qaçarkən Tanrıya yalvarıblar ki, məni daş elə və nəticədə belə daş fiqurlar formalaşıb. Təbii ki, bu kənd sakinlərinin özlərinə məxsus bir inancıdır. Ümumiyyətlə bu ərazi geoloqlar üçün çox maraqlı relyefə malikdir və eyni zamanda torpaq rənglərinin müxtəlif çalarlarını görə bilirik. Bax belə torpağın qızılı rəngdə çalarlarını görmək mümkündür və eyni zamanda baxın sarı rəngdə maraqlı bir rəng tonunu görə bilirik. Eyni zamanda ərazidə boz torpaqda təbii ki, Naxçıvana xas olaraq var. Ziyarətgaha çatmışıq. Burada dilək ağacı var. Qədim türklərə məxsus olan dilək ağacı. Bildiyimiz kimi türklər hər zaman təbiəti, ağacları, suyu müqəddəs hesab eləyiblər. İnsanlar inanırlar və diləklərini tutaraq müxtəlif rəngli yaylıqlar bura bağlayıblar. Mən də dilək tutaraq istəyirəm ki, yaylığımı bağlayım. İnşallah ki, diləyimiz qəbul olar. Gördüyünüz bu daşlar diləyi qəbul olan insanların atdığı daşlardır. İnanca görə ora atdığımız daş əgər qalarsa, düşməzsə bizim diləyimiz qəbul olacaq. Bilmirəm, yoxlayım, atmaqda zəifəm. İnşallah ki, daşım orada qalar. Düşdü.
Gördüyünüz bu möhtəşəm təbii mağara qədim dövrlərdən bəri insanların yaşadığı, üst tutduğu yerlərdən biridir və burada şirin su ehtiyatının olması da əslində buranın yaşayış üçün əlverişli bir yer olmasını sübut edən əsas məqamlardan biridir. Və təbii ki, qədim dövrlərdən bəri bu ərazilərdə müxtəlif rituallar icra olunub və kənd sakinləri hələ də bu ritualları davam etdirirlər. Məsələn, bunlardan biri İlaxır çərşənbədə bu cür şamların yandırılmasıdır. Baxın, elə bu yaxınlarda İlaxır çərşənbədə bu cür şamlar yandırılıb, diləklər tutulub. Ümumiyyətlə bu cür mağaralar, təbii mağaralar ətrafda ərazidə həddindən artıq çoxdur. Yaycı kəndində ən təmiz su məhz bu qayalardan axıb gələn sulardır. Kənd sakinləri, bu ziyarətgaha gələn insanlar özü ilə qab gətirir və bu sudan aparırlar. İnanırlar ki, bu su çox faydalıdır, şəfalı sudur. Biz də özümüzlə qab gətirmişik ki, içməyə su aparaq. Hətta bayram günlərində, su çərşənbəsində insanlar səhər tezdən bura gəlib, evləri, həyətləri üçün ilk suyu buradan aparırlar. Yuxarı Yaycı kəndinin ən ucqar nöqtəsindəyik və burada gözəl bir şəlalə də var. Yay olsaydı elə gedib çimərdik. Ərazidə hündürdə yerləşən mağaralardan biri də məhz buradır. İnsanlar bura üz tutur, dualar eləyir, şamlar yandırır, namaz qılır və diləklərinin məhz burada reallaşacağına inanırlar. Kənd sakinləri insanların köçüb getdiyini dilə gətirmişdi və kəndi dolaşdığımız zaman bu cür qırıq sökük evlərə də biz rast gəlirik. "44 günlük Vətən müharibəsində Yuxarı Yaycı kəndindən də xeyli sayda şəxs iştirak eləyib müharibədə və onlardan biri də şəhadətə qovuşan Babaxan Babayevdir ki, kəndin mərkəzində onun şərəfinə xatirə bulağı istifadəyə verilib. Babaxan Babayev Milli Orduda kəşfiyyatçı kimi xidmətə başlayıb, yaralı döyüşçü yoldaşlarını döyüş bölgəsindən xilas etməyə çalışarkən şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yuxarı Yaycının kənd qəbirstanlığında 1994-cü ildə şəhid olan Həsənov Yaqubun da məzarı var və ümumiyyətlə bu kənd qəbirstanlığına diqqət yetirsək, burada bir çox qədim qəbirləri biz görə bilirik və elə kənd qəbirstanlığının özü də məhz Yuxarı Yaycı kəndinin tarixindən bizə xəbər verir, qədimliyindən xəbər verir. Yuxarı Yaycıda bura qırbalı deyirlər, dağlarda cürbəcür çiçəklər var. O aram balları görsən həm solu olur, həm də ki rəngi ağ olur. Kilosunu neçəyə satırsınız? Balın kilosunu 35 manata satılır. Sigaretdən ucuzdur da bax. Alan bir də alır. Alır bəli. Eləsi var məsələn saxta balı deyir, yaxşı baldır, təmiz bal deyil, pis bal. Dövlət məsələn nümayəndə göndərə, məsələn 5 fil yaxdı, 3 fil yaxdı, gələ qapıda yoxlaya, buraxa satışa. Balın təmiz balın olması eləncə bilinər. Arı çox sancıb sizi? Çox. Həddindən artıq. Ana da budur. Ana? Bax bir dənə ana budur. Gördün? Fərqlidir da onlardan. Daha böyük görünür. Hə, böyükdür. Ana haydan uzun olur. Çox qəşəngdir. Və onu da deyim ki, dayıdan öyrəndiyimizə görə bu arının bizi sancmasından qorxmamalıyıq. Çünki təbii bir antibiotikdir. Revmatizma problemi olanda, müxtəlif problemlərdə əslində bizim üçün həm də faydalıdır. Və bununla bağlı təbii ki, yeni araşdırmalar da əslində bunu təsdiq eləyir. Yaycılar qədim türk tayfalarıdır və adın yaranması ilə bağlı da müxtəlif versiyalar mövcuddur. Bunlardan biri və ən etibarlısı Yayçı xanın adı iləndir ki, yayçılar, yəni Yayçı xanın törəmələri kimi qeydə alınır. Digər bir versiya isə yayçılar, yəni ox atanlar, ov eləyənlərlə əlaqələndirilir. Ümumiyyətlə, Yaycı adında Naxçıvan Muxtar Respublikasında 3 kənd var. Bunlardan biri Culfa rayonunda, digər ikisi isə Aşağı Yaycı və Yuxarı Yaycı Şərur rayonunda yerləşir. Eyni zamanda Iğdırda da Yaycı kəndi mövcuddur və Qərbi Azərbaycanın müxtəlif ərazilərində yaycı
kəndləri mövcuddur və Türkiyənin müxtəlif eyni zamanda şəhərlərində də yaycı adında kənd ya da ki məhəllə adına rast gəlmək mümkündür. Bu da onu göstərir ki, yaycılar böyük bir tayfa olublar və müxtəlif ərazilərə yayılıblar. Növbəti çəkilişimizin hansı kənddə olmasını istəyirsinizsə, bu barədə fikirlərinizi mütləq şəkildə rəy bölməsində bildirməyi unutmayın. Eyni zamanda videomuzun daha da çox paylaşılması üçün kanala abunə olun və bu videonu bəyənin.